Salam hörmətli tələbələr və riyaziyyat həvəskarları. Mən Əlfət müəllim Şəxəliyev. Bu günlərdə yeni bir video ilə qarşınızdayım. Deməli, yoldaşlar, bildiyiniz kimi biz artıq buraxılış imtahanlarına düşə biləcək sual tipləri ilə bağlı videolar yekunlaşdırdıq və artıq qəbul imtahanına düşə biləcək sual tiplərinin izahlarını sizə verəcəyik və düşünürəm ki, sizlər üçün faydalı olacaq və bildirmək istərdim ki, bu suallar əvvəlki illərin qəbul imtahana düşmüş suallardır və bu sualların izahlarını verməklə əminik ki, bu sualları bu ildə imtahanda görə bilərsiniz. Yəni, düz bu formada görməsəz də rəqəmləri dəyişilmiş formada görmə ehtimalınız vardır. Gəlin baxaq birinci suala. Birinci sualımız bundan ibarətdir ki, fx bərabər x üstü 5 çıx x kvadrat olarsa, f törəmə -1-i tap. Yəni, törəmədə -1 qoyacaqsınız x-in yerinə cavabı tapacaqsınız. Bu necə həll edəcək uşaqlar? Birinci bunun törəməsini tapmaq lazımdır. F törəmə x tapaq. Bu nə deməkdir? Bu da x üstü 5 çıx x kvadratın törəməsini tapmaq lazımdır. Bu da nə verir mənə? Bu da mənə verir 5x üstü 4 çıx nə? Çıx 2x. Bundan sonra nə edirəm? Törəmədə x-in yerinə -1 qoyuram. Yazıram da nə? 5 vurulsun -1-in üstü 4 çıx 2 vurulsun nə? -1. 5-i vururam nəyə? -1-in üstü 4 nə verir mənə? Elə verir 1. -2 ilə -1-ə vuranda verir 2. Bu da mənə nə verir? 5 üstə gəlir 2, 7. Deməli, cavab eləcək nə? Cavab eləcək 7. Növbəti sualdadır. Bu tənliyi həll elə. Sonra bu tənliyi həll eləmək üçün nə etməliyik? Birinci məxərəcəni bərabərləşdirərəm. Yazarım 12-də 12x, üstə gəl 12-də x. Bərabərdir 65. Yazarım onda 12-də 13x bərabərdir 65. Bundan sonra yazarım nə? 13x bərabərdir nəyə? 12 vur 65-ə. X nəyə bərabər olur? X bərabər olur 12 vur 65 böl 13-ə. Onda x bərabər olur 65 ilə 13-ü xəsar aparanda qalır nə? 12 vur 5. Buradan da alıram ki, x nəymiş səndəmə? X səndəmə 60-a bərabərmiş uşaqlar. Sonra baxırıq bu suala. Deyir ki, vurğu kök işarəsi daxilinə salın. Deməli, nə edəcək? Bu kökün altında nə olub ki, a kimi çıxıb? İkinci dərəcədən. Deməli, a kvadrat olub. Onda a da 7-də qalır öz yerində. Onda belə çıxır ki, mən a kvadratını a-ya vursam, a-lar ixtisar gedər, yerdə nə qalır? Qalır kök altında a vur 7. Bu nə deməkdir? Bu da kök altında 7a deməkdir. Cavab eləyəcək kök altında 7a. Gəldi maraqlı suallardan birinə, 4-cü suala. Burada 7 üstü x plus 1 bərabərdir nə? 49-un üstünə 5-də 1-ə. 1 daha 5-də 1. Onda yazıram 7 üstü x plus 1 bərabərdir. 49-u yazıram 7-nin kvadratı üstü 5-də 1 kimi. Burada nə alıram? Alıram 7 üstü x plus 1 bərabərdir nə? 7 üstü 5-də 2. Onda bu o deməkdir ki, x plus 1 bərabərdir nəyə? 5-də 2-yə. Onda bunu sadələşdirsə, yazırıq nə? X bərabərdir nəyə? 5-də 2 çıx 1. Onda bu da alıram ki, x bərabər olur nəyə? X bərabər olur -5-də 3-ə. Aydın oldu mu uşaqlar sizə? Deməli, x-in qiyməti səndəmə -5-də 3-müş. Baxırıq növbəti bir işləyişəni xətti tənillər sisteminə bağlı sualdır. Deyir, x, y tapın buradan. Uşaqlar, baxın, burada x, y çıx bu ifadədə mötərizə atıb x plus y kimi yazırsan, bərabərdir 1 qeyd edirsən. X plus y 6 olduğuna görə yazırsan ki, x, y çıx, burada 6 daxı 6 bərabərdir 1. Onda x, y nəyə bərabər olur? 7-yə. Cavabı tapırsan ki, cavab səndəmə nəymiş? 7-ymiş. Uşaqlar, video xoşunuza gəldisə, videonu bəyənməyə və kanala abunə olmağı unutmayın. Hələlik.